Bayaq sosial şəbəkədə bir video diqqətimi çəkdi. Xəstə aparan ambulansa qarşıdakı maşınına yol vermir. Və bu həqiqətən aznazaqlı bir vəziyyətdir. Bu qarşıdakı maşınların vaxtını aparmaz ona yol vermək. Əksinə biz ambulansa yol verməklə bir həyatı qurtarmış ola bilərsiniz. Və yaxud da insanların illərini onlara qaytarmış ola bilərsiniz. Yəni, əks halda, yəni əksinə bu sizin heç bir dəqiqənizi, heç bir vaxtınızı aparmaz. Eləcə də bu söz tək yolda ambulansa yol verməyə maşınlara aid deyil. Bizim yollarımızı kəsən yas yerlərinə də aiddir. Xüsusən bizim rayonumuzda bu vərdiş alıfı. Həyatı olmayanlar, yəni iki mağar qurulur, bilirsiniz. Həyatda qadınlar üçün mağar qurulur, sonra kişilər üçün mağar qurulur və maşınların gedişinə mane olurlar. Yas qurulmaq niyyəti ilə. Bu nə bizim dinimizdə yol verilməzdir, nə də ki, belə baxanda insanların haqqına girməkdir. 3 günlərdən, 7 günlərdən yol kəsənlər var. Bir də ki, nə oldu sizə? Yəni biz ki, toylarımızı qadın kişi bir yerdə eləyirik. Qadın kişi bir yerdə otururlar. Ya bu yasa mı aid oldu ki, yəni yas yerində mi biz ağıllandıq ki, qadın kişi ayrı oturmalıdır? Bir də bunu gözdən keçirmək lazımdır. Dırnaqarası deyirəm mən ki, yəni toylarda belə olsun, yas yerlərində belə yox. Niyyətim o deyil. Niyyətim yəni yol kəsmənin qabağını almaq, başqa bir alternativ düşünməkdir. Bu haqda sizin bilginizin rəyiniz nədir? Bilmək istəyərdim.